Bir də salamlayıram bütün inkubator həvəskarlarını. Demək, yenə inkubatorumuzu yığmışıq. Qəşəng səliqəli şəkildə yığılıbdır. Demək, inkubatorumuz 540 tutumlu inkubatordur. Deməli, bu inkubatorumuz da inşallah Naxçıvana gedəcəkdir. Demək, Naxçıvana son bu 10 gündə bəlkə də bir 6-7 dənə inkubator yola salmışıq. Bundan savayı yenə 2 ədəd inkubatorumuz var. Biri bundan bir yerdə gedəcəkdir, biri isə daha sonra inşallah Naxçıvana gedəcəkdir, yola salacağıq. Onların çəkilişini eləyəcək. Gördüyünüz kimi yenə hədiyyələrimizdir. Su şılangıdır, krantıdır, sanlikləridir. 2 ədəd cücələr üçün su qabısıdır, 1 ədəd yem qabıdır, əlavə inkubatorun kanistridir, su. Bunu soruşurlar məndən, qardaş, bu kanistr çöldə qoyulur. İnkubatorun daxilinə avtomatik su getmək üçün. Çöldə onu doldurursan, inkubatorun içində su azaldıqca özü avtomatik gedir. Avtomatik gedir. O bir həftə, 10 gün polunu bəs eləyir. Yəni 3 gündən, 5 gündən bir həftədə bir dəfə onu doldursan polunu bəsdir. Yəni hər bir şey verilir. İnkubatorun üstündə hər bir şey verilir. Düzdür istəyirəm. Deməli, əlavə olaraq qardaş bizdən çıxış səbətləri alıbdır. Əlavə olaraq. Deməli, Türkiyədən yumurta zakaz veriblər. Türkiyədən yumurta gələcək. İndi müəyyən sort toyuqların yumurtasıdır. Vuracaqlar inkubatorun içinə və çıxışı da öz içində eləyəcəklər. Bu da bizim çıxış səbətlərimizdir. Deməli, inşallah sabah yola salacaq geçsin. Allahın köməkliyi ilə. Kimə də bax lazım olsa belə gözəl inkubatorlar əlaqə saxlayın. Əlaqə saxlayın, valla yığaq verək, gedin gözəl işlər görün. Deməli, yenə göstərirəm əlaqə nömrələrimizi, əlaqə saxlayın. Əlaqə saxlayın, nə lazımsa eləyək. Yenə deyirəm, kontrolünüz yoxdur. Vızıvat mən yığım, WhatsAppda yığ, WhatsAppda yaz, mən cavab verim. Problem deyil, nə lazımsa ətraflı başa salın. Bizim inkubatorları Azərbaycanda hamı bilir. Hamı bilir ki, necə inkubatorlar yığırıq. 13 ildir ki, bu sistemi mən yığıram. 13 ildir. Yəni, istəyir material baxımından, istəyir hər bir şeyini. 13 ildir. Yığırıq. İnşallah Allahın köməkliyi ilə də bundan sonra da nə qədər ki, inkubator işlədirlər, nə qədər ki, canımız sağdır, inşallah yığacağıq. Çünki bizim inkubatorları bütün hər kəs bilir ki, necə dözümlü, keyfiyyətli, necə qəşəng, necə səliqəli inkubatorlardır. Keyfiyyət baxımından, nəticə baxımından, dözümlülük baxımından bütün detalları hamısı orijinaldır, hər bir şey. Və bunun içində də latoklar gördüyünüz kimi toyuq latoklarıdır və istədiyin latoqu da qoyub içinə, yəni istədiyin yumurtanın latoqunu da içinə qoyub, yəni bunları götürüb, onları qoyub, istədiyin yumurtanı vura bilərsən bez problem. Yəni universal inkubatordur, universal. Hər bir şeyi, yəni bütün belə deyək, bütün növ yumurtaları yəni çıxarda bilərsən rahat şəkildə. Bu da bizim qəşəng, gözəl, səliqəli yığdığımız inkubator. Kimə də lazım olsa əlaqə saxlasın. Yenə də göstərirəm əlaqə nömrələrimizi. Götürün, əlaqə saxlayın. Siz əlaqə saxlayın ki, mən sizə ətraflı başa salım. Bilirsiniz səbəb nədir? Bax, burada da inkubator var. Bax, bunu da çəkilişini eləyəcəyəm. Bu da Naxçıvana gedir inşallah. Bax, burada da var. Sonra, görürsünüz, bunlar hamısı, qardaş, bax, 1044'dür. Onun yanında bir dənə balacası var. Bunlar hamısı, qardaş, müəyyən saylar tutur. Müəyyən yumurtaların sayını tutur. Ona görə də əlaqə saxlayın ki, mən ətraflı sizi başa sala bilim ki, nə qədər tutur. Mən bilmirəm axı sənin təsərrüfatın nədir, nə yumurtası üçün istəyirsən, neçə ədədli istəyirsən. Mən orada siz vaxt yoxdur onu yazmağa, yəni qətiyyən vaxtımız yoxdur. Ona görə əlaqə saxlayırsınız, telefonda danışırıq, qəşəng səliqəli şəkildə hər bir şeyi başa salırıq. Allah bu qardaşın da xeyrin versin, inşallah aparsın gözəl, nəticələr alsın. Naxçıvan. Bütün bölgələr bizim üçün əzizdir. İnşallah əlaqə saxlayın. Bax, sizə də belə gözəl inkubatorlar yığaq verək, gedin gözəl nəticələr alın. Bundan o izası yoxdur. Bax, bunu demişəm, 13 ildir deyirəm. 13 il az bir müddət deyil. 13 il, hələ 13 ildən də qabaq bir 2-3 il mən işlətmişəm, yığmışam, işlətmişəm. Spitaliyadan keçib bu. Bez problem apar, rahat işini gör. Allah xeyrin versin. Kim də arzusunda varsa, ürəyində varsa, istəyirsə əlaqə saxlasın Adil Usta ilə. Sağ olun.